Gəncə şəhərinin 5-ci mikrorayon ərazisində Üzeyir Hacıbəyli küçəsində yerləşən yarımtikili zibilliyə çevrilib. Gəncə Xəbəraza daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, Beta şirkətinə məxsus binanın yaxınlığındakı bu ərazi uzun müddətli baxımsız vəziyyətdədir və orada antisanitariya hökm sürür. Yarımtikilidə toplanan tullantılar həm piyada, həm də avtomobillərin istifadə etdiyi əsas yola dağılır, keçidi çətinləşdirir və üfunət yayır. Şikayətçilər iddia edirlər ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət edilsə də, indiyə qədər heç bir tədbir görülməyib. Onların sözlərinə görə, zibilli yığışdırılmadığı üçün bəzən ərazidən narazı olan şəxslər orada yığılan tullantıları yandırmağa cəhd edirlər. Bu isə yanğın təhlükəsi yaradır. Həmçinin sakinlər iddia edir ki, həmin xarabalıq vəziyyətində olan yarımtikiliyə narkotik alüdəçilərinin yığışdığını da müşahidə ediblər. Ərazidə yaşayan ailələr bu vəziyyətdən narahat olduqlarını ifadə ediblər. Sakinlər aidiyyatı qurumlardan problemin qısa zamanda həll olunmasını, ərazidə təmizlik işlərinin aparılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.